İrakli Qaribaşvili ittihamı qəbul etmir, hüquqi mübarizə aparacağını və yeni məktublar yayacağını bəyan edir. Vəkillər sabiq baş naziri siyasi məhbus elan ediblər. Rustavi cəza çəkmə müəssisəsində yeni ittiham ona rəsmi olaraq təqdim edilsə də, o ittiham aktını imzalamaqdan imtina edib. Eyni zamanda ifşa edici ifadəsindən sonra sabiq müdafiə naziri Cavanşir Burculadzenin cəzasının yüngülləşdirilib-yüngülləşdirilməyəcəyi hələlik məlum deyil. Onun vəkili detalları açıqlamasa da razılaşmanın əldə olunduğunu bildirib. Prokurorluq bu gün səhər İrakli Qaribaşviliyə yeni ittiham irəli sürüb. İstintaq orqanı onu korrupsiya cinayətində xüsusilə külli miqdarda vəsait mənimsəməkdə ittiham edir. Rəsmi məlumata əsasən Cavanşir Burculadze İrakli Qaribaşviliyə rüşvət qismində əlbəəl 750 min lari verib. Prokurorluğun bildirdiyinə görə 12 avqust 2026-cı ildə sabiq müdafiə nazirinin qohumu məhkum Vasil Mxeydze istintaqla əməkdaşlıq etməyi istəyi ilə müraciət edərək əlindəki bütün məlumatları təqdim edib. Həmçinin Cavanşir Burculadze də dindirilib və istintaqla əməkdaşlıq edib. İttiham sübuta yetirilərsə Qaribaşvili 11 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. İş üzrə bütün figurantlar saxlanılıb. Məhkəməyə qədər hazırlıq iclasının tarixi isə günün sonunadək müəyyənləşəcək. 24 avqust Gürcüstanın Konstitusiya günüdür. 1995-ci il avqustun 24-də saat 17-də parlamentdə 8 əleyhinə olmaqla 159 səslə Gürcüstanın ali qanunu qəbul edilib. Dövlət Konstitusiya Komissiyası əvvəlcə 1921-ci il Konstitusiyanın yeni redaksiyası üzərində işləsə də, sonda yeni sənədin qəbul olunması qərarı alınıb. Gürcüstan Konstitusiyası 1995-ci il sentyabrın 17-sində yeni seçilmiş parlamentin səlahiyyətlərinin tanındığı gündən Konstitusiya Komissiyası və parlament üzvlərinin müstəqilliyin bərpası aktını elan edildiyi hökumət sarayında rəsmi mətni imzalaması ilə qüvvəyə minib. Gürcüstanın 1-ci xanım Kiyevdə keçirilən 1-ci xanımlar və cənabların 6-cı samitində iştirak edib. Bu, beynəlxalq təşəbbüs qlobal əhəmiyyətli məsələlərdə dialoqa töhfə vermək məqsədi ilə 2021-ci ildən bəri dövlət başçılarının həyat yoldaşlarını bir araya gətirir. Gürcüstan Prezidenti Administrasiyasının yaydığı məlumata görə Taban Bagratyoni Gürcüstanın tarixi təcrübəsinin dövlət dayanıqlılığının milli dəyərlərin qorunmasına söykəndiyini göstərən bariz nümunə olduğunu vurğulayıb. Ailə möhkəmliyini tarixi davamlılığın əsas qarantı adlandırıb və Ukrayna xalqını müstəqillik günü münasibətilə təbrik edib. Gürcüstan prezidenti də Ukraynanı və Ukrayna xalqını müstəqillik günü münasibətilə təbrik edir. Müstəqillik bir xalqın azad seçiminin, dövlətçilik ləyaqətinin və gələcəyini müəyyən etməsinin ən ali ifadəsidir. Tarixi azadlıq uğrunda fasiləsiz mübarizədən ibarət olan Gürcüstan suverenliyin əsl qiymətini yaxşı bilir. Ukrayna xalqına sülh, mətanət və layiqli gələcək arzulayıram, deyə Mixail Xavelashvili bəyanatında qeyd olunur. Gürcüstanın baş naziri də Ukraynanın müstəqillik günü münasibətilə təbrik edir. Ölkələrimiz və xalqlarımız arasındakı möhkəm bağlar tarixi dostluğa və ümumi dəyərlərə əsaslanır. Sənə sülh və firavanlıq arzulayıram Ukrayna, deyə İrakli Kobaxidze bildirib. Ukraynanın müstəqillik gününü qeyd etmək üçün Kiyevdə Avropa liderləri, o cümlədən Danimarka, Estoniya, Finlandiya, Latviya, Litva və Norveç rəhbərləri səfərdədirlər. Onlar Kiyevdə ilk dəfə təşkil olunan İstəkçilər Koaliyasiyasının iclasında iştirak edəcəklər. Ukrayna paytaxtına həmçinin Böyük Britaniyanın yeni seçilmiş baş naziri və ABŞ senatorları da gəliblər. Görüşlər Ukraynanın müstəqillik bəyannaməsinin qəbul edilməsinin 35-ci il dönümünə həsr olunub. Tədbirdə çıxış edən Prezident Vladimir Zelenski Kiyevin həqiqətən də sülh istədiyini, lakin öz mövqələrindən geri çəkilmək niyyətində olmadığını bəyan edib. Avropa İttifaqı Ukraynanın müstəqillik günü münasibətilə ölkəyə sarsılmaz dəstəyini bir daha təsdiqləyir. Avropa Komissiyasının sədri Ursula von der Leyen'in sözlərinə görə Ukraynaya yardım üçün bu gün təsdiqlənmiş 6 milyard avro vəsait ayrılır. Məbləğ Ukraynanın təcili ehtiyac duyduğu hava və raket hücumundan müdafiə sistemlərinə, raketlərə, hərbi sursatlara və radarlara yönəldiləcək. Gürcüstan hökuməti administrasiyasının rəhbəri Hindistanın səfiri ilə görüşüb. Tərəflər iki ölkə arasında münasibətləri və gələcək əməkdaşlıq istiqamətlərini müzakirə ediblər. İlk rezident səfirin təyin olunmasının tərəfdaşlığın gücləndirilməsindəki əhəmiyyəti qeyd olunub. Ticarət, iqtisadi əlaqələr, eləcə də turizm, mədəniyyət, təhsil və elm sahələrindəki potensialın reallaşdırılması vurğulanıb. Birinci sinif şagirdləri üçün məktəbli formaları onlayn qaydada da satılacaq. Valideynlər 1 sentyabrdan etibarən porme.emis.c saytından istədikləri geyimi sifariş edə biləcəklər. Bağlamaların ünvanlara çatdırılmasını Gürcüstan Postu həyata keçirəcək. Platformada formaların modelləri, ölçüləri, qiymətləri, həmçinin bank təklifləri və satış məntəqələrinin dəqiq ünvanları yerləşdirilib.
Kutaisi Texnologiya Mərkəzi Texnohub açılışdan bəri bir ay ərzində 10.800-ədək ziyarətçi qəbul edib. Təhsil, elm, innovasiya və startap ekosistemini birləşdirən məkanda 1200 nəfərlik TUMO Kreativ Texnologiyalar Mərkəzi və Gürcüstanın ən böyük texnoparkı fəaliyyət göstərir. TUMO-da tədris prosesi sentyabrın sonunadək başlayacaq və ilk mərhələdə kursu 600 nəfər keçəcək. Batumidə Gecə Serenadaları Beynəlxalq Festivalı davam edir. Dinləyicilər qarşısında Gürcüstan Virtuozları Orkestri ilə bircə məşhur skripkaçı və dirijor Andres Gabetta və bandoneon ifaçısı Mario Stefano Pietrodarchi çıxış ediblər. Festivalın bu dəfəki mövsümü əfsanəvi gürcü skripkaçısı Liana Isakadzenin 80 illik yubileyinə həsr olunub. Batumidəki daha bir konsertdən sonra festival Tbilisdə davam edəcək.